Biz gəldik bura açılanda bizim qohumların hərəsinə bir dənə məlumat vermişdi ki, biz gəlinə qədər şəhər. Birinə deyir dəm qazından boğulub ölüb, birinə deyir bəs deməzsən bu boğazında xərçəng var imiş, onunla bağlı intihar eləyir. Ancaq burada da bunun heç bir problemi olmuyor da bu. İkinci bir Şahmar dedi ki, bəs mən zəng eləyirəm, hələ telefonu götürmür. Hə. Sonra siz gəlməyə... Sonra biz gecə gəldik, saat 2 idi. Ama biz Şəmkirdən gələndə bizə məlumat verildi ki, bəs öz evində asılmış vəziyyətdə tapılır. Əliyev bildirir ki, onun qardaşı Əli Əliyev öz şəriki Şahmar Əliyev və onun qardaşı tərəfindən söhbət edilmək məqsədi ilə çağırılıb və müəmmalı şəkildə asılmış tapılıb. Ərazidə kameralar olmasına baxmayaraq heç bir kameraya müstəntiq tərəfindən baxış keçirilməyib. Hadisənin çox səthi şəkildə araşdırıldığı və nəticənin intihar olduğu qərarı verilib. Vətəndaşlar bu qərardan narazı. Özünüzü təqdim edin. Mən Əliyev Anar Hüseynoğlu. Nə ilə bağlıdır şikayətiniz? Şikayətimiz qardaşım Əliyev Əli Hüseynoğlu'ndan bağlıdır. Qardaşım 5 avqust 2024-cü il tarixində bu yaşadığımız evdən öz şəriki Əliyev Şahmar Nuroğlu tərəfindən və qardaşı Əliyev Ellar Nuroğlu tərəfindən qardaşım özünə aldığı yeni evdə asılaraq qətlə yetirilmişdir. Yəni buradan çağırılıb aparılıb? Çağırılıb aparılıb, bəli. Onlar burada indi həyatda kameralarımız da var. Blokun girişində, bizim blokda da var. O kameralarda müstəntiq açmır. Qardaşımın olduğu, öz üçün tikdiyi evdə, bəli, yaşadı. Aldığı evdə, hə. Müstəntiq kimdir və hadisə baş verəndən sonra iş hansı rayon prokurorluğuna tapşırıldı? Suraxan rayonu prokurorluğunun müstəntiqi, ədliyyə müşaviri Elçin Salmanov. Bəli. Hansı hallar sizi narazı salır? Bizi narazı salan oldu ki, hadisə günü qardaşım ancaq o şəriki ilə danışıb, başqa heç kimlə əlaqə saxlamayıb. Bunu orada telefonunu müstəntiq açanda da ondan soruşdu ki, hadisə günü Əli ilə neçə dəfə danışmışsan, dedi bir dəfə. Təkrar bir də soruşdu ki, neçə dəfə danışmışsan, dedi bir dəfə. Ancaq 4 dəfə danışıqları çıxdı. Müstəntiq həddə ona dedi ki, sən niyə yalan danışırsan? Dedi ki, mən fikirli olmuşam. Və sizi bu məsələdə qane etməyən yanlar hansı yanlardır? Bizi qane etməyən yanlar ondan ibarətdir ki, güvənlik kameraları var. Bizim öz binamızın girişində də o kameralarda 100% ki, o qardaşımın şəriki o kameralara düşüb və qardaşım öz üçün aldığı evində blokun girişində kamera var. Kameranı müstəntiq bilərəkdən qarşı tərəfdən əldə etdiyimiz məlumata görə pul alıb, işi qərəzli şəkildə aparır. Pul alması ilə bağlı məlumatı hardan almışsınız? Adamlar vardı, onlar bizə dedi də, onların Miqdar dedilər mi? Bəli. 65-70 min dollar deyir ki, biz müstəntiqə pul vermişik. Müstəntiq bizim sözümüzü qoyub, bunların sözünü deməz. Bir sual verim sizə. Ümumiyyətlə, Əlinin, mərhum qardaşınızın hər hansısa bir intihara meyilliliyi, hər hansısa bir borcu var idi? Xeyr. Bəs qarşı tərəf nə deyir bu barədə? Yəni sizin ittiham etdiyiniz... Bizim ittiham etdiyimiz qardaşımla şərik işləyirdilər. O klientləri tapırdı, qardaşım malı Kitaydan göndərirdi. Pulun da bazası o qarşı tərəfdə olurdu. Qardaşımın şəriki Əliyev Şahmarda olurdu. Amma pul qardaşınızın idi. Bəli, bəli də. Bunların ikisinin şərikinə pul idi. İndi bugün bu qardaşımın rəhməti gedəndən sonra qardaşımın açot dəftərlərini uğurlayıblar. Götüzdürüblər, buradan yoxdur. Kitaydan ancaq gələn veşlərinin içində sübutlar var, yazılı şəkildə qardaşımın öz xəddindən olan, qardaşıma olan borcları var. Qardaşımla danışıblar ki, bəs obyekt alıram şərikinə. Obyektidə şəkil nə qədər var, obyekt kimlərlə alınıb, necə alınıb. Mənim qardaşımın ilin 11 ayını Kitayda olurdu. Gələndə də o 5 manatda xərcləsəydi, pulu ondan götürürdü. Çünki pulun bazası onda olurdu. 10 manatda götürsə ondan götürürdü. Qardaşınızın bildiyim qədərilə toy olacaq. Bəli.
ümumiyyətlə hər hansısa bir kəsə borcu olması Xeyr. barədə Xeyr. heç bir. Xeyr, qarşı tərəf mənim kah yalan böhtan atdı ki, bəs deməzsən Ukraynaya mal vurub. Ukraynada müharibədir, göydən bomba tökülür. Kah dedin kazino oynayıb. Yaşar o qardaşım Yəni Vilin Çində şəhər. güya oynayıb. Hə, Çində Vilin şəhərində qardaşım yaşayırdı. Deyir ki, bəs mənim bir dənə dostum deyir ki, Əli Qanzo şəhəri var. Vilinlə onun arası harca 10.000 kilometr məsafədir. Bəs gedib orada sonra oradan biz araşdırdıq ki, Kitayda kazino yoxdur, dövlət əhəmiyyətli qadağandır. Müstəntiq də bizə nətər birinci verdiyi qərarla ikinci verdiyi qərarda heç bir üst-üstə düşmür. Qarşı tərəfin dediyinin hamısını bizim adımıza yazıb qərar çıxardır. Ümumiyyətlə siz bu qərar çıxıb bu. Bəli. Qərarda nə yazılır? Qərarda yazır ki, özü intihardır. Mənə kamera açır ki, qardaşım bəs diskotekada oturub çörək yediyi videonu mənə göstərir ki, qızların otur. Mənim qardaşım cavan oğlandır. Dəxil nədir ki onun? Mənim qardaşım diskotekada qətlə yetirilməyib ki. Mən də ona deyirəm ki, Elçin müəllim, bəs bu videolar indi sizə hansı yolla gəlib çatıb bilmirəm. Bu qardaşımın telefonunda var, bu saatınla var da. Bu 2020-ci ildə qardaşım Ukraynada olanda çəkilən videolardır bu. Bunun ölüm səbəbinə heç bir dəxili yoxdur da. Burada elə kameralar var. Siz kameralar açın, səs yazıları var. Telefon danışıqları var. Mənim qardaşım ondan başqa heç kimlə danışmıyıb. Mənim qardaşımın telefonunu ekspertiya adından aldı. Elçin Salmanov götürdü, verdi qarşı tərəfə Şahmar Əliyevə. Oradan gələndən sonra WeChat proqramı silindi. Telefonu verəndən sonra bir də baxırıq ki, qardaşımın bütün sosial şəbəkə proqramlarının hamısı onlayndır. Onları mən screen Ola edib... bilərdimi ki, müstəntiq özü, yəni baxış keçirir? Yox, mən müstəntiqə zəng vurdum ki, bəs qardaşımın telefonu hardadır? Ekspertiyadan gəlib, dedi, bəli, gəlib. 21:37 radələrində axşam tərəfi. Onu da mən screen edib saxlamışam, bəli. 21:37 radələrində dedi ki, bəs telefon ekspertiyadan gəlib, qara salafana pükülü mənim otağımdadır, seyfdə. Dedim, siz hardasınız? Dedi, mən evdəyəm. İş saatı deyil. Dedim, Elçin müəllim, axı mənim qardaşımın telefonunun bütün sosial şəbəkə proqramlarının hamısı onlayndır. Dedi, ola bilməz. Onu ola bilsin ki, Kitayda kimsə parolunu bilir. Ancaq Kitayda Azərbaycan TikTok-udur, Instagram-udur, onların heç bir işləmir. Siz hara müraciət eləmişsiniz? Bax, bu qəbul etmədiyiniz, ədalətsiz hesab etdiyiniz qərarla bağlı. Baş prokurorluğa məktub yazmışıq, Milli Təhlükəsizlik Nazirinə yazmışıq, Cənab Prezidentə yazmışıq, Mehriban xanıma yazmışıq. Bəli, bizə anında cavab gəlib, göstəriş verilir ki, Suraxanı rayon vətəndaşı çağırıb qəbul elə. Ancaq bununla bağlı bizi bir dəfə də olsun, bizi özümüz getməsək, bizi bir dəfə müstəntiq çağırıb, ya üzləşdirməyib, ya hansısa izahat almayıb. Nə deyirsən, eləcə deyir ki, mən Şahmar belə demir. Şahmar belə demir. İndi mən başa düşmürəm ki, bu ölkədə müstəntiq Şahmardır, yoxsa Elçin Salmanovdur bu işin aparan. Kimə müraciət etmək istəyirsiniz burada? Mən buradan ölkə başçısına müraciət etmək istəyirəm. Mehriban xanıma müraciət etmək istəyirəm ki, xahiş edirəm ki, bu işlə bağlı müvafiq tapşırıqlar versin, ədalət öz yerini tapsın. Kamran Əliyevdən qəbul istəyirsinizmi? Bəli, bəli, qəbul istəyirik. Və müstəntiq bizə deyir ki, birini öldürüb evində asırsansa, Kamran Əliyev baş prokuror təyin olunandan onu cinayət işi hesab etdirmir. Bunu Yəni, 2 dəfə müstəntiq bəli mənə elə deyir. Ümidvarıq ki, sizin qardaşınızın qanı yerdə qalmayacaq. İnşallah. Biz adı çəkilən kim idi qardaşınızın dostu? Şəriki. Əliyev Şahmar Nuroğlu. Əliyev Şahmar Nuroğlu'na da səslənirik buradan. Qarşı tərəf kimi sizin mövqeyinizi də ictimailəşdirməyə hazırıq. Burada düzdür. Bir çox məqamlar var ki, biz onları ictimailəşdirmədik, yəni vaxt məhdudiyyəti olduğu üçün. Yəni sizin necə olub ki, bu ölüm hadisəsindən, yəni intihar kimi qəbul edilən bu hadisədən hər kəsdən öncə xəbər tutmusunuz? Necə olub ki, siz yəni daha çox hər şeyi bilirsiniz? Bu bildiyiniz şeylər barədə biz də istərdik ki, siz də öz mövqeyinizi bildirəsiniz və ola bilsin ki, bu cinayət tamam başqa bir adamın əli ilə baş verib və cinayətin açılmasında qarşı tərəfə kömək etmiş olarsınız. Çox sağ olun, minnətdaram sizə bizə müraciət etdiyiniz üçün. Əziz dostlar, kanalımıza abunə olmağı və maksimum bu vətəndaş arayına paylaşmağı unutmayın.